Hər vaxtınız xeyir olsun dəyərli Kriptosalan izləyiciləri. Hər biriniz xoş gəlmisiniz. Uzun illərdən sonra nəhayət ki, yeni bir video ilə qarşınızdayım. Videonun gəlmə səbəbi, nə bilim, bazardakı vəziyyət olsun, bu kreditlər olsun, bazarın heç cürə düzəlmək kimi bir düşüncəsi olmaması mı olsun? Yəni ümumiyyətcə nə qədər də olması istər-istəməz insanı biraz ruhdan sarır. Ancaq təbii ki, yəni video olmasa belə, yəni kanalımızda paylaşımlarına davam edirik, özünüz də görürsüz. Eee, Bu gün belə bir proyekt paylaşdım sizinlə Telegramda və onun da videosunu çəkməyi düşündüm. Əslində çətin bir şey yoxdur. Yəni yetəri qədər yəni orada sizlərə açıqlamasını vermişəm. Ancaq istədim bir video olaraq da göstərdim. Həm də bu artıq video çəkmək seriyasına başlayım bir növ. Düzdür, belə deyəndə alınmır, yenə gedirəm günlərlə, həftələrlə həll edə bilmirəm, yəni daha doğrusu çəkə bilmirəm. Ancaq yenə də əlimdən gələn qədərlə çalışacağam ki, video seriyamıza davam edeyim. Deməli, proyektimiz nədir? Oroki Network-dür və yazıda da elədiyim kimi Monad ekosistemində olan bir proyektdir. Ümumilikdə burada özləri də paylaşıblar Twitter səhifələrində 12 milyon yatırım alıblar və bu 12 milyon yatırımın içərisində ən başlıca yeri Ethereum Foundation, Mina, BNB Chain və Bebis Foundation-dur. Yəni bunların bu belə deyim, proyektlərin necə bir güclü, böyük bir proyekt olduqlarını, yəni bir çoxlarımız yəqin ki, bilir. Yəni bu işlə məşğul olan insanlara bu adlar çox tanışdır. Bunlar yeni bir kampaniya başladıblar. Etkinlik deyək buna. Etkinlik başladıblar. 10 Pro adında. Biz nə edəcəyik? Burada belə deyim, pruflar tapacaq və bu pruflar sayəsində tapdığımız pruflar təsdiqlənəcək. Burada gördüyünüz kimi və bu da bizə 10 qazandıracaq. Bu 10 test networkunda Monad testinə düşəcək avtomatik olaraq. İndi onu necə qazanacağıq? Onu mən sizə göstərəcəm. Ümumiyyətlə 10 yəni Oroki Network Oroki-nin başlanğıcı, Network-ını da Network-ün başlanğıcı. Yəni bunların öz tokenləri deyə bilərik. Düzdür, bu barədə açıq bir məlumat görməmişəm burada. Ancaq yəni böyük ehtimalla bunların öz tokenləri olacaq. Ola bilsin fərqli bir token də yəni karşısına ona çevirsinlər. O məhsuldur hələ ki. Çünki hələ ki yəni bu kampaniya etkinliyi təzə başlayıb. Bir növ airdrop deyim təzə başlayıb. Ona görə bizə əsas lazım olan hələ ki bunların verdiyi onları yığmaqdır. Onu yığandan sonra zaten zamanla biləcəyik ki, yəni bu onda nə işə yarayacaq, nə edəcək və yaxud da alım-satım açılacaqmı, o hələ ki naməlumdur. İndi ilk öncə nə edirik? Əslində eləyəcəyimiz şeylər çox bəsitdir. Verdiyim linkə daxil olduğunuzda bu formada bir səhifə qarşılayır sizi. Burada yuxarıda Sign up via Onid var. Bura tıklayırıq. Burada deməli istər e-mailinizi yazırsınız qeyddən keçir, istərsə də Google hesabınıza daxil olursunuz. Fərqi yoxdur. Google-a daxil olaraq buradan da e-mailimizə daxil olaq. İstərsəz yəni təbii ki e-mailinizi də yazıb qeydiyyatınızı tamamlaya bilərsiniz. Seçdim e-mailimi. Burada Pradalacit deyək, davam eləyək. Və bizə bir təsdiq e-maili göndərəcək. Bunu bağlayaq. Buradan bir e-mailimizi açaq. E-mailimizdən daxil olub, burada Connect daxil olduqdan sonra daha doğrusu e-mailimizdən burada Connect Wallet bölməsi var. Connect Wallet bölməsinə tıkladıq. Burada MetaMask-ımıza tıklayırıq. Və burada cüzdanımıza daxil olub, cüzdanımızı bura bağlayacağıq. Cüzdanımızı, şifrəmizi yazırıq. Və Connect deyirik. Confirm. Və salam cüzdanımızda bağlamış olduq. Burada Proverə tıklayacaq ilk öncə. Baxın, gördünüz. Başladı və burada artıq Verified Profs və New Profs bölmələri var. Burada New Profs tapdıqca bu təsdiqlənəcək və bu hər prof yığdıqca bizim bu 10 earn bölməsinə əlavə olunacaq. Yəni bizim işimiz sadəcə olaraq bundan ibarətdir. Yəni e-mailimizdən qeydiyyatdan keçdik. Gördüyünüz kimi bu New Proof artıq 1 oldu. New Proof tapılır, sonra Verified Proofs-a keçir və ondan sonra 10 earn bölməsinə gedir və yəni yığdığımız proof-a görə bizə 10 verir. Həmin onlar da yəni ilk öncə yəni minimum üzr istəyirəm 50 olduqda reward bölməsinə gəlirik. Amma dediyim kimi bu səhifədən çıxanda ümumiyyətcə belə bir şey deyim də sizə. Bu səhifədən çıxanda ya da kompüteri söndürəndə ya da nə bilim, yəni istəmirsiniz də bunu işləməyin. O zaman stop proving deyin. Çünki stop proving-dən etməsəz avtomat olaraq yığdıqlarını silir və bura əlavə olunmur. Bu məlumatını verim. İndi bu gələcək zamanda düzələr, düzəlməz onu deyə bilmərəm, amma hal-hazırki vəziyyət budur. Yəni burada məsəl üçün reward bölməsinə daxil olum onu göstərmək üçün. Burada
Görürsüz, bax bu hissəyə gəlib düşəcək. Minimum 50 ədəd olduqda claim elə biləcək. Baxın görürsüz, limit var. Minimum 50 ədəd olduqda claim eləyəcək və bu claimimiz gəlib bizim avtomatik olaraq MetaMask-ımızda Monad testnetə olan bölməyə düşəcək. Görürsüz, özü zaten özü avtomatik olaraq Monad testnetimizi bura əlavə eləyibdir. Bu qədər. Yəni 10 yığdığımız onlar bura düşəcək. Ana səhifəyə gəldik. Baxın, gördünüzmü? Mən aktiv eləmişdim. Onu demək istəyirəm sizə. Başqa yerə girdim, gördünüz. Bu stop olub avtomatik olaraq. Yəni öz-özünə stop olub. Ona görə bunu təzədən başladıq. Yəni başqa bir yerə keçəndəmi, yəni burdan səhifədən çıxanda ümumiyyətlə, bu formada çıxanda yox. Belə çıxmır. Bu səhifə burada açıq olmayanda başqa tərəfə gedib çıxanda avtomatik olaraq yəni burada öz-özünü dayandırır. Onu da məlumatını verim sizə. Ona görə açıq olmalıdır. Onu da deyim sizə. Bu səhifə burada açıq olsun, bura keçin. Burada işlərinizi görün, fərqi. Amma bu səhifə burada açıq olsun. Yəni bu hissə açıq qalsın. Bu qədər bəsitdir. Ekranda mən bu formada ekranda açıq qalsa daha yaxşı olar. O zaman mən bayaq digər hesabımdan yoxladım. Orada həqiqətən ekranda açıq qalanda onun verdiyi effektivlik də fərqli olur. Yəni daha yaxşı olur. Bir də bu kompüterin CPU-sundan da istifadə edir. Biraz kompüteri bizi yora bilər, işlədə bilər. Onun da məlumatını verim. Yəni kanal televizdən istifadə eləmədiyiniz vaxtlarda falan filan olsa, yəni istifadə etməməmiz daha tövsiyə olunur. Ancaq dediyim kimi önəmli ola biləcək bir şeydir. Çünki Monad ekosistemi elə bir, yəni belə deyim də, dandik bir ekosistem deyil. Bu formalar, yəni AirDrop-umuz bundan ibarətdir. Sadəcə olaraq bunu əyani olaraq da göstərmək istədim sizə ki, budur məsələ. Burada deyiləcək yerləri var idi. Onu da sizə dedim. Referral deməli proqram var. Referral proqramına daxil olduğumuzda burada Create New Link var. Shared Links'in yanında Create New Link var. Create Link'e tıkladığımızda burada ad yazırıq. O zaman bizim referral linkimizin axırına da bu düşür. Create Referral Link dedik və gördüyünüz kimi referral linkimizə düşmüş oldu. Bu referral linklərinizə paylaşa bilərsiniz və həmin o referral link paylaşdığınızda siz o referrallarınızın qazancından 10% əldə etmiş olursunuz. Belə, bu qədər bəsitdir əslində AirDrop-umuz. Elə bir çətin bir şey yoxdur istifadəsində, qeydiyyatında. Aktiv şəkildə istifadə etməyimiz tövsiyə olunur. Ümidvaram ki, bundan sonra yaxşı proyektlər gəlir və mən də artıq video seriyasına rahatlıqla başlaya bilərəm. Çünki həqiqətən yalan olmasın bir 2 ay, 3 aydan da çoxdur ki, mən video çəkmirəm. Elə bu da bir növ yaxşı oldu. Həm proyektin gəlməsi, həm bir növ bəhanə oldu ki, mən artıq videolara başlayım. Belə, başqa bir şey yoxdur deyə biləcəyim. Leaderboard bölməsinə daxil olduğumuzda burada görürsüz cəmaatın yığdığı, məsəl üçün token qazandığı token var. Məsələn 203 dənə qazanıb adam ümumi. 201 dənə qazanıb. Təbii ki, bunda yəni referralları falan da var. O da təbii ki, böyük bir təsir göstərir. Başqa yerlərdə özünüz yəni baxıb yoxlaya bilərsiniz. Elə bir ciddi bir şey də yoxdur əslində baxa biləcəyiniz. Yeni bir şey olduqda, yəni təzə bir şey olduqda təbii ki, məlumat verəcəm və sizin də başa düşmədiyiniz hər hansı bir yer olduqda, yəni xahiş edirəm hər kəs öz sualını versin. Sual verməkdən çəkinməyin. Belə, başqa proyekt haqqında deyə biləcəyim bir şey yoxdur. Hər birinizə videomu izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.